Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşda Kanal Marketə yaxın gözəl bir həyət evimiz çıxıb 2 mərtəbəli həyət evidir və 2 ailənin yaşaya biləcəyi həyət evidir. İlkin olaraq giriş hissəsini göstəririk sizə. Böyük bir navesti var. Maşın həyətə daxil olmaq üçün böyük bir navest var. Onu da nəzərinizə çatdıraq ki, hardasa bir yerdə bir 250 kvadrata yaxındır. Demək olar ki, qeyd etdiyimiz kimi 2 ailənin yaşaya biləcəyi yerdir. Ön hissəsini təqdim edirəm sizlərə və giriş hissəsini də təqdim edirəm. Bu giriş hissəsidir. Orada manqalxanası var. Belə bir manqalxanası var. Və evin ətrafına da rahat keçid etmək olur. Və bu tərəfdən də evin yan hissəsindən təqdim edim sizlərə. Fikir verin dəyərli izləyicilərimiz. Sənəd çıxarışdır. Böyük bir evdir. Dam da paket formadadır. Eyvanın hissəsində görürsünüz qabağına və keçək inşallah evin içərisinin təqdimatını. İlkin olaraq qiymət 200.000 manatdır. Reallıq olarsa endirimi də olacaq inşallah. Burada koridor sistemidir. Keçirik otaqların təqdimatına. Burada belə bir zalı var. Və əşyalarla bir yerdə satılır. Burada qəşəng bir kameni var. Əşyalarla bir yerdə verilir. Əşyalar qalır. Və burada da bir yataq otağımız var. Bunu da təqdim edək sizlərə. Və ikinci mərtəbənin özündə də sanuzel var. Burada geniş bir mətbəx, fikir verin. Sadəcə yaşayış yoxdur. Çox səliqəli bir şeydir. Və burada sanuzel hissəsini göstərək sizlərə. Sanuzel hissəsi tam hazır vəziyyətdə və gördüyünüz duş kabinəyə qədər var. Və keçirik. Qeyd etdiyimiz kimi ikinci mərtəbənin təqdimatını istilik kombin. Aşağıda da kombinin yeri. Və qalxaq ikinci mərtəbənin təqdimatına. İkinci mərtəbədə yeni üç otaq var. Geniş bir, belə bir foyesi var. Təqdim edək sizlərə. Və üzbəyüzdə sanuzel nəzərdə tutub sanuzel hissəsini göstərək sizlərə. 2 ailəm qalıb biləcəyi evdir. Və burada da bir otağımız var. Bunu da təqdim edək sizlərə. Bir otağımız da buradadır. Uşaq otaq üstü nəzərdə tutulub. Əşyalar nə varsa qalır, götürülmür. Bir otağımız da buradadır. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşdağa Kanal Marketə yaxın bir ərazilədir. 4 sot torpaq sahəsinin üzərində inşa edilib. 250 kvadratlı sənəd çıxarışdır. Belə deyək, aşağıda bir otaq, bir mətbəx, bir zal, bir sanuzel. Yuxarıda isə 3 otaq,